Yaz fəslinin gəlişi ilə əlaqədar bu günlərdə ağaclara aqrotexniki qulluq göstərilməlidir. Artıq cənub bölgəsində fermerlər iqlimə və yerli şəraitə uyğun sitrus ağaclarının becərilməsinə həyata keçirirlər. Hazırda kivi təsərrüfatlarında sahələrin məhsuldarlığının artırılması məqsədi ilə calaq işləri aparılır. Kivi bir çox xüsusiyyətlərinə görə sitrusçuluqda sərfəli bitki hesab olunur. Qiymətinin digər sitrus növlərinə nisbətən əlverişli olması, meyvələrin gec çürüməsi, 6 aya qədər qalması və daşınma zamanı problemin az olması bu bitkinin iqtisadi baxımdan dəyərini daha da artırır. Təcrübəli fermer Elşad Höccətov deyir ki, hər bir meyvə ağacının ömrü, onun məhsuldarlığı birinci növbədə calaqaltıdan asılıdır. Bağda fermerlərin xoşuna gəlməyən sortlar olanda və yaxud erkək kivilərin sayı çox olanda həmin tənəklər calaq yolu ilə dəyişdirilir. Çox illik təcrübəyə görə dünya üzrə təsərrüfatlarda 7-8 dişiyə bir erkək əkilir. Səbəbləri odur ki, erkək tənəklər ancaq tozlama vasitəsi kimi rol oynayır. Amma dişilər əgər erkək olmasa həmin məhsuldarlıq alınmır. Təsərrüfatçı Zakir Bağırzadə isə deyir ki, kivi calağı əsasən fevralın 20-sinə qədər, açıq havada isə soyuq hava şəraiti ilə əlaqədar martın ortalarına qədər davam edir. Bazar tələbatına uyğun olaraq daha çox xarici, qismən də yerli sortlar calaq olunur. Kivi ağacı əsasən də yaz aylarında calaq mövsüm başlayır. Əsasən də hal-hazırda bizdə hayvar sortu daha çox satıldığına görə, meyvə və ya ağac bazarında satıldığına görə bu sorta daha çox üstünlük veririk. Əlavə yerdə qalan 4 sort isə Azərbaycanın digər rayonlarında hal-hazırda calaq mövsümünə verilib. Calaqaltı üçün nəzərdə tutulan gözlər 2 həftə qabaq seçmə yolu ilə yığılır və isti yerdə suya qoyulur. Bu da calağın yüksək tutumuna kömək olur. Biz artıq örtük altında şitillikləri biz calaq nümunəsi göstərdik sizlərə. Açıq havada calamağın məqsədi odur ki, bizim iş adamlarımız, yəni ki fermerlərimiz bəzi sortlarını sata bilmir və yaxud onun məhsuldarlığı aşağı olduğu üçün onları bizdən xahiş edirlər, onları yerindəcə talvarda biz həmin ağaclara göz calağı edirik. Açıq havada calaq üçün iri gözlərdən istifadə olunur. Tənəyin yaşına uyğun olaraq bir neçə calaq vurmaq olar. Yaşlı ağaclarda budaqlar çox olduğu üçün 5-ə qədər göz qoymaq olar. Təsərrüfatçının calaq etdiyi ağac 4 illik olduğu üçün 2 göz kifayət edir. Gövdədə çətmişəm, indi göz götürüb həmin yerə yerləşdirəcəyəm. Gözü buradan götürdüm, çərtilmiş yerə qoyuram. İndi fikir versəniz ki, bu göz həmin çərtilmiş yerə düzgün şəkildə oturdu. Bağlama qaydası da eyni ilə şitildəkilər kimidir, amma bunun lenti böyükdür. Gözün hissəsi açıqdır, qalan hissələr görürsünüz, bükülüb, səliqə ilə bağlanıb. Müsahibimiz deyir ki, calaq etdiyi ağaclar 2 ildən sonra tam yenilənir. Erkəkdirsə dişiyə çevrilir və yaxud dişidirsə, məhsuldarlığı aşağıdırsa, məhsuldarlığı artır və ağaca yeni ömür bəxş edilir. Könül Həsənova, Eldəniz Qurbanov, Lənkəran.